İctimai-siyasi qeyri-sabitlik həmişə cəmiyyətdə psixoloji yorğunluq yaradır, əgər uzun sürürsə. Bəzi hallarda isə ümumiyyətlə ruh düşkünlüyü yaranır. Çünki insanlar artıq əlləri işdən çəkirlər, digər tərəfdən prosesləri izləyərək nikbinlikdən uzaqlaşırlar, bədbin olurlar və nəhayət əgər meydana miqyaslı depressiyalar gəlirsə, onda həqiqətən də cəmiyyətə qorxu hissi çökür. Və təbii ki, belə halda yüksək temperamentdən danışmaq, siyasi fəallıqdan danışmaq artıq həbəs olur. İndi Ermənistanda məhz bax, bu vəziyyəti biz müşahidə edirik. Yəni, birincisi qeyri-sabitlik şəraiti formalaşır, digər tərəfdən hakimiyyət artıq çox sərt metodlarla öz oponentlərini təkislah eləyir və nəhayət bu proseslərin də sonu görünmür. Çünki ilk növbədə ictimai baxımdan, siyasi baxımdan fəal qüvvələr bir növ özlərinə qapılırlar. Və nəhayət tutatut demək olar ki, bir çoxlarını artıq çox bir ağır vəziyyətə sövq edir. Və bu proseslərin ümumiyyətlə gedişatı necə olacaq və Ermənistanın siyasi rəhbərliyi hansı məqsədləri güdür bax bu proseslərdə və nəyə nail olmaq istəyir? Bugünkü proqramımızı biz bax bu məsələyə həsr edirik. Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar və bizim əlbəttə ki, həmsöhbətlərimiz, mənim qonaqlarım bu məsələlərə öz münasibətlərini bildirəcəklər. Milli Məclisin deputatı Rasim İsabəyev və siyasi şərhçi Amir Hümbətov. Xoş gəlmişsiniz qonaqlar. Və təbii ki, bax, biz əgər dursaq reallıqdan danışmağa və burada mütləq şəkildə qeyd etməliyik ki, bu proses uzun sürür Ermənistanda. Həqiqətən də biz hətta 10 il bundan əvvəl, 15 il bundan əvvəl hələ ki, Ermənistanın qoşunları Azərbaycan torpaqlarını işğal altında saxlayırlar, o şəraitə də nisbi bir sakitlik, sabitlik deyə bilərdik. Çünki elə Robert Köçəryanın dövründə də repressiyalar var idi. İnsanları gülləbaran eləyirdilər, siyasi oponentləri artıq təqib eləyirdilər. Serj Sarkisyanın da dövründə artıq bir çox qalmaqallı məsələlər yaşandı və s. Yəni biz o dövrü də xatırlayırıq və belə bir qənaətə gəlirik ki, həqiqətən də Ermənistana sanki sabitlik, aramlıq yasaq sayılır. Rasim müəllim, bu minvalla Ermənistan cəmiyyəti, Ermənistan dövləti hara istiqamətlənir? Bunların sonu necə ola bilər? Biz görürük ki, yəni orada qarşıdurma xətti uzanır, genişlənir. Digər tərəfdən də əgər hakimiyyət ciddi şəkildə öz oponentlərini, sonra narazıları fiziki repressiyalarla, sonra tutatutla əgər ram etmək istəyirsə, bunun sonu necə olacaq? Hakimiyyətin özünün də bir o qədər də gücü yoxdur ki, bütün cəhbələrin hamısında müqavimətini gücləndirsin. Təfik, biz dostuq. Mən demək istəyirəm ki, nə üçün səni bu narahat eləyir? Məni tutalım, bu heç narahat eləmir. Sizi sevindirir. Bəli, buyursunlar indi. O, bugün Paşinyan tutub içəri salan insanların hamısı demək olar ki, Azərbaycana qarşı böyük nifrət sahibləri olublar. Elələri var ki, lap Azərbaycana qarşı vuruşublar. Hər şey ediblər. Ona görə indi Paşinyan onlara tutur, içəri salır, qoy salsın. Bundan çox qoy içəri salsın. Məni bu narahat eləmir. Məni açığı daha çox belə deyək, diqqətimi cəlb edən Qərbin riyakarlığıdır. İndi Gürcüstanı gözüm çıxdıya salıblar. Halbuki Gürcüstan rəhbərliyi bugün Paşinyan elədiyin heç 1/3-ni eləmir. Ancaq indi bütün yardımlar kəsilir, Gürcüstan rəhbərliyinə qarşı sanksiyalar tətbiq olunur. Ermənistan rəhbərliyi isə açıq şəkildə əlavə dəstək verirlər. Maliyyə də verirlər, pəhpəhlə tərifləyirlər. Bu yuxarı başdan keç, bu tərəfdə otur. Budur. Əslində bu riyakarlıq mənə elə gəlir ki, diqqəti cəlb etməlidir. O ki, qaldı Paşinyan, ona qarşı o rəqibləri nə eləyirdilər? Paşinyanı vaxtı ilə tutub içəri salan həmin Kaçeryan idi. Onun tərəfdarları idi, Sarkisyan idi, onun tərəfdarlığı idi. O da indi eyni şəkildə onlara cavabını verir. Ona görə indi daxildə bunlar nə eləyəcəklər, qoy eləsinlər. Sadəcə olaraq bizə gəlib hansısa bir irad bildirəndə demək lazımdır ki, gedin özünüzə, gedin baxın, özünüz ki, nə eləyir. Sonra gəlib kiməsə demək olar, ibrət dərsi verməklə bağlı
sözlərimizi çatdırasınız. Aydın məsələdir. Yəni məsələ həm də ondadır ki, Ermənistan bizim qonşumuzdur. Yəni bizə lazım olan odur ki, Ermənistanın daxilindən risklər gəlməsin, sonra o qeyri-sabitlik artıq anarxiyaya çevrilməsin. İndi hər halda biz görürük ki, son illər ərzində az, çox, pis, yaxşı, amma Paşinyanın hakimiyyəti daha praqmatik görünür, daha rasional, belə deyək, düşüncə sahibi kimi özünü təsdiqləyir. Amma Dəmir yumruq ağıllara gətirdi də onları. Ondan qabaq yadından çıxmışdı, hatdan düşürdü ki, Qarabağ Ermənistandır və nöqtə. Ona görə kimin başına biraz dəmir yumruq gələndən sonra ağıllanır. Bəli, bəli. Mən hörmətli tamaşaçılar, bizim üçüncü qonağımız da artıq studiyadadır. Demək, Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini Elçin Alıoğlu. Xoş gəlmisiniz Elçin müəllim. Biz Ermənistanın indiki vəziyyətini araşdırırıq və təbii ki, burada ipucları çoxdur və digər tərəfdən də biz görürük ki, Ermənistan bir növ öz məramına sadiqdir. Yəni ölkə daxilində çalxalanmalar, tutatut, digər tərəfdən qeyri-sabitlik və belə olduğu halda təbii ki, hakimiyyətdən çox şey asılıdır. Çünki o hansı tədbirləri sonradan reallaşdıracaq və ümumiyyətlə hansı həddə qədər də bax bu sərtliyini davam etdirə biləcək. Bu heç də mən deyərdim formal səslənən məsələ deyil. Samir müəllim, sizin münasibətiniz necədir bu məsələyə? Çünki mən Rasim müəllimlə tam razıyam ki, bəli, o tutulan insanların bir çoxları, onlar açıq-aşkar o quzğunlardır. Sonra türkəfob, islamofoblardır. Onların bir çoxları demək olar ki, Qarabağ torpağında özlərinin cinayət törədiblər. Bəli, cinayətlər törədiblər və özlərini təsdiqləyirlər. Nəyin üzərində təsdiqləyirlər? Əlbəttə ki, cinayətlərin üzərində təsdiqləyirlər. Qeyri-qanuni fəaliyyətin üzərində təsdiqləyirlər və indi faktiki olaraq yəni onların hamısına hakimiyyət müharibə elan edir. Bax, gücü nə dərəcədə çoxdur bu hakimiyyətin ki, heç nəyə baxmadan artıq bir çoxlarını təcridxanalara atır, kimləri isə ev dustağına çevirir, kimlərə isə xəbərdarlıq edir və s. Tofiq müəllim, əslində belə bir vəziyyət yaranır ki, Ermənistan daxilində olan indiki durum məncə Paşinyanın öz başına atdığı addım deyil. Yəni buna qərbdən dəstək olmasa, Paşinyan tək başına bu qədər müxalif olan, hətta deyərdim ki, Paşinyan hakimiyyətinə düşməncə mövqe bəsləyən şəxslərin hər birini bu və ya digər formada cəzalandırmaq siyasətinə keçə bilməzdir. Yəni o zaman ortaya bir sual çıxır. Yəni Paşinyan əgər bu qədər güclüdürsə, niyə bu tədbiri əvvəldən görmürdü, indi eləyir? Demək, buna qərbdən bir dəstək var və əslində bayaq Rasim müəllim qeyd etdiyi məsələ ki, qərb buna susur riyakarlığı. Rasim müəllim, qərbin özü bunu yaradır da. Elə məsələ ondadır ki, qərb təsisatlarının özü Paşinyan hakimiyyətə gəlməsinin birinci səbəbkarı qərbdir. Gətiriblər, sağ olsunlar. Gətirdi, biz də Qarabağ məsələsini həll etdik. Yəni onun gəlişi də müəyyən mənada regiona müsbət təsir göstərdi. İndi Paşinyan bugün yürütdüyü siyasəti hesab edirəm ki, qərb açıq şəkildə dəstəkləyir, amma o açıq şəkildə dəstəklədiyi o fikirlər ki var, Paşinyana verdiyi dəstək var, onu publik olaraq göstərmək istəmirlər. Amma arxa planda əlbəttə ki, onların dəstəyi hiss olunmasa, bu cür proseslərə gedə bilməz. Mən hesab edirəm ki, əslində bu gedən proseslər həm də gələcəkdə Robert Koçaryan və Serj Sarkisyanın, hətta digər müxalif yönümlü, daha çox deyək ki, revanşist düşüncəli, hansı ki Qarabağda da zamanında qətliam törədiblər onlar, onların həbsinə gedən yolun tərkib hissəsidir. Çünki Paşinyan başa düşür ki, bir qayda var. Sən vurmasan səni vurarlar prinsipi ilə gedəcəklər. Və təsadüfüdür ki, 3 gün bundan öncə Robert Koçaryanın mediaya verdiyi müsahibədə açıq şəkildə indiki hökuməti təhdid elədi. Təzyiq yox, təhdid elədi. Bu o demək ki, artıq Paşinyan başa düşür ki, ya bu təmizləməlidir bu hakimiyyətdə olduğu müddət ərzində, bu revanşist qüvvələr təmizləməlidir, əks təqdirdə onun özünün hakimiyyətə təhdid olacaq. Çünki Robert Koçaryanın açıqlamasında başqa bir nüans da var idi. O bildirdi ki, biz daha çox, qərbdən daha çox, hətta Amerikada daxil olmaqla qərbdən daha çox Rusiyanın əməkdaşlıq eləməliyik. Açıq mesaj ötürdü. Yəni, bu o deməkdir ki, Robert Koçaryan öz safını açıqca bəyan elədi. Amma gəldiyi bir başqa məsələ də var burada. Deyə bilərsiniz ki, bu müxalif güc olmağına baxmayaraq, bunun arxasında bir elektorat dururmu? Elektoratı zəifdir.
Çünki buna qədərki dövr ərzində Robert Koçaryanın da, Serj Sarkisyanın da keçirtdiyi mitinqlər ki, hansı ki, hətta 2-ci Qarabağ savaşından sonraki mərhələdə belə o Paşinyanın reytinqinin ən aşağı olduğu bir dövrü belə hesablasaq, onda belə yenə də indiki revanşist güclər ki, hansı ki, bunlar bir komandanı təmsil edirlər, demək olar ki, və bunlar meydanlara 10 minə qədər insanı çıxarda bilmədilər. Yəni siz bu demək istəyirsiniz sosial ki, bazasının, siyasi bazasının və iqtisadi bazası zəif olmasından və üstəlik də Paşinyanın bu məsələdə əlinin güclü olmasından irəli gəlir. Yəni Sami, sizin sözünüzdən belə bir məntiqə gəlmək olur ki, faktiki olaraq bu tutulanların, istər elə Robert Köçəryan olsun, onun sağı solu olsun və s. Yəni bunların elektoral qüvvəsi olmadığından Bəli. hakimiyyət daha cəsarətlə hərəkət edir. Bu birinci tərəfdir, o iki artıq, tərəfdə. bəli, qətiyyətlə o qərarı verir ki, bunlar demək sənədən getməli. Əgər o bilsə ki, onun arxasında güclü sosial baza var, elektorat var, Paşinyan o riskə gedərmi? Əlbəttə ki, getməz. O bilir ki, sosial bazası zəifdir, amma bir məsələ var. Paşinyan bilir ki, onları boş buraxsa, Rusiya gələcəkdə bu elektoratı yarada bilər onun üçün. Yəni, maliyyə imkanlarını artırdıqca, təbii ki, sosial baza formalaşdırmağa çalışa bilər ki, bu da Paşinyan hakimiyyətə ciddi təhdid ola bilər. Ona görə hesab edirəm ki, indiki halda Paşinyanın əsas strateji hədəfi Robert Koçaryanın da, Serj Sarkisyanın da ətrafında olan gücləri tamamilə neytrallaşdırmaq və onların neytrallaşdırması istiqamətində daha rahat addım atmaq üçün şərait yaratmaqdır. Bu bir. İkinci bir məsələ Qərb dövlətlərinin münasibəti. Baxın, Qərbdən heç bir açıqlama gəlmir. Nə deyək ki, Avropa Şurasından, nə Avropa İttifaqından, nə parlamentlərdən, Avropa parlamentlərdən, bəli, nə ayrı-ayrılıqda fərdi olaraq dövlətlərin özlərindən açıqlama gəlmir, nə Amerika Birləşmiş Ştatlarından gəlmir. Hə, desək ki, bunun səbəbləri nədir? Bunun iki səbəbi var. Bir, erməni lobbisinin təsiri var burada. Görünür ki, o Paşinyanı dəstəkləyən... Lobbi heç də Paşinyana dəstək vermir. Orada daşnaqlardır və onlar Paşinyanın əleyhdarlarıdırlar. Parçalanma var içərisində. Lobbinin bir hissəsi dəstəkləyir, bir hissəsi dəstəkləmir. O görünür ki, o dəstəkləyən tərəf bu məsələdə daha çox üstünlük təşkil edir. Lobbi Ermənistanı dəstəkləyir. Ancaq konkret Paşinyana qarşı. Məsələ bu ki, indiki halda... Lobbi həmişə Paşinyanı satqın deyə adlandırır. Bu üzdədir, Tofiq müəllim, bu üzdədir. Yəni rəsmən həm də mətbuatda da yazırlar bunlar. Əllərində olan o media vasitələrindən istifadə edir. Tofiq müəllim, nəzərdən qaçırmaq olmaz ki, lobbinin əlindəki olan imkanlar Paşinyanın maddi resurslarından daha çoxdur. Və istəsələr, Paşinyan hakimiyyətə ciddi təhdid yarada bilərlər. Əgər bu günə qədər onu etməyiblərsə, deməli %1, arxada başqa bir oyun oynaya bilərlər. Bu bir. İkinci məsələ Paşinyanın özünün qərbə bağlılığı məsələsidir. Paşinyandan daha yaxşısını görünür ki, alternativ olaraq qərb formalaşdıra bilmir deyə, bugün Paşinyan ətrafında bu proseslər istər informasiya məsələsində, istər maliyyə resursları məsələsində, istər təhlükəsizlik məsələsində, istərsə də iqtisadi rıçaqlarla Paşinyanın dəstəklənməsi davam edir. Elçin müəllim, deməli biz belə qənaətə gələ bilərik ki, Ermənistan uğrunda indi Qərblə Şərqin davası davam edir. Yəni faktiki olaraq bunun üstü örtülü tərzdə latent formada getməsinə baxmayaraq, mahiyyət etibarilə deməli Qərbin demokratik institutları, siyasi dairələri Paşinyana dəstək verirlər. Digər tərəfdən də Paşinyanın da vuran əli kimin üzərindədir? Yəni Rusiyapərəst qüvvələrin. Elə Samvel Karapetyanın adını çəksək, onun ətrafını çəksək, elə kifayət edir. Siz buna razısınız yoxsa? Razıyam. Dediyinizlə razıyam, amma dediyiniz bizdə təəssürat yaratmaq üçün oynanılan bir oyundur. Paşinyan Qərbin adamı deyil. Qərb Ermənistanı dəstəkləmir. Qərb öz maraqlarını. Qərb ümumiyyətlə homogen deyil, heterogendir. Qərb ən müxtəlif qüvvələr, ən müxtəlif dövlətlər, ən müxtəlif güc mərkəzlərindən ibarətdir. Paşinyan belə bir mif yaradıb ki, güya o qərbpərəstdir, güya onu qərb dəstəkləyir və güya onun müxalifləri hamısı Rusiya tərəfindən dəstəklənir və buna görə də o özünə müəyyən mənada kart blanş əldə edir və bu kart blanş vasitəsilə müxalifəti təmizləyir. Paşinyan elədiyi qanuna zidd və insan haqlarına zidd bir hərəkətlərdir. Və Paşinyanın bizə praqmat və rasional görünməsi çox aldadıcı və çox təhlükəli bir narrativdir. Paşinyan nə praqmatdır, nə rasionaldır. O iliyinə, sümüyünün son hüceyrəsinə qədər revanşist bir adamdır. Sadəcə indiki gündəmdə, indiki o
storytelling deyir ingilislər, hekayə yaratmaqdır. Belə bir hekayə yaradır ki, o Rusiyanın qüvvələrinə qarşı mübarizə aparır. Əvvəla başlayaq diaspor məsələsinə. Diaspor bir mənalı olaraq Paşinyana qarşıdır. Ona görə yox ki, Paşinyanla siyasi müxalifətdir. Ona görə yox ki, Paşinyanın atdığı addımları bəyənmir. Ona görə ki, Paşinyanın yürütdüyü siyasətin nəticələri diaspor üçün ağır fəsadlar törədib. Qarabağ məsələsindən çıxıb, digər narrativlərə, bu hamısı gəlir mənbələrdir. Və bu gəlir mənbələri yenidən reinkarnasiya etmək, yenidən proprietar addımlar atmaq bir qədər çətindir. İkinci bir məsələ, Paşinyan niyə indi bu həbslərə əl atıb? Paşinyan heç də siyasi mübarizəni aktivləşdirmir və Paşinyanı dəstəkləyən güc də yoxdur. Bu müxalifət mitinqlərinə az adamın qatılması Paşinyana dəstəyin olması və yaxud da müxalifətə dəstəyin olmaması ilə bağlı deyil. Ermənistanda postsovet məkanının əksər ölkələrində olduğu kimi siyasi yorğunluq, siyasi ətalət var. Orada orta statistik Haykanuş və Samvel nə Paşinyana inanır, nə müxalifətə inanır. Çünki müxalifətə ona görə inanmır ki, onlar hakimiyyətdə olublar. Paşinyana ona görə inanmır ki, 2018-ci ildən bu yana ancaq kağız üzərində inkişaf var. Real həyatda inkişaf Ermənistanda gözə dəymir. Bizim üçün Ermənistanda baş verənlər yalnız və yalnız bir məsələ ilə bağlıdır. O da regional və transkontinental logistik marşrutlar baxımından. Başqa heç bir şey. Biz əgər düşünürüksə ki, erməni cəmiyyəti nə zamansa düzələcək, nə zamansa Azərbaycana qarşı müəyyən, normal demirəm, subnormal münasibət olacaq, mümkün deyil. Yox, ona heç ümid də yox. Hə, indi Paşinyanın bu aksiyaları heç də özünü parlament seçkilərinə hazırlamaq deyil. Paşinyan belə bir kütlədə narrativ, belə bir mifoloji yaradıcılıq onun güclüdür. O yaradıb ki, güya Qərbdən bu dəstək alır. Amma Qərb Ukraynada etdiyi səhvi, Gürcüstanda etdiyi səhvi Ermənistanda təkrarlamaq istəmir. Gürcüstanda hadisələri öz axarına buraxdı. Nəticədə Bicini İvanişvili hakimiyyətə gəldi və Qərblə açıq konfrontasiya, qarşıdurmaya getdi. Söhbət burada demokratiya, qeyri-demokratiya məsələsi deyil. Söhbət burada transregional layihələr də deyil. Məsələn, Azərbaycanın yük maşınlarının Gürcüstanla sərhəddə saxlanılmasını Azərbaycanda bəzi yoldaşlar və dostlar Azərbaycana təzyiq kimi qələm verir. Xeyr, Bicini İvanişvili Qərbə təzyiq göstərirdi ki, mənim payımı verməsəz transregional marşrutlarda problem yarana bilər. Azərbaycanla münasibəti bunun heç də əsas məsələ deyil. Eynən də Paşinyan. Bu həbsləri aparmaqla Paşinyan hakimiyyətinin güclü, özünün qətiyyətli və yaxud da hər hansı bir rasional addıma meyilli insan olduğunu göstərmək istəmir. Onun belə bir niyyəti də yoxdur. O sadəcə olaraq göstərmək istəyir ki, cəmiyyətə Qərb mənim arxamdadır. Qərb də məcburdur ki, bu ssenarini yerinə yetirsin. Və Qərb sadəcə, məsələn, Azərbaycan cəmiyyətində və mediasında belə bir informasiyalar geniş yayılıb, güya milyard yarım süni intellektə pul ayrılır. Kaya Kallas məsələn yenə də Paşinyandan istifadə etdi. 64 səhifəlik strateji tərəfdaşlıq sənədində tamamilə qeyri-hüquqi, qeyri-jurisprudental, beynəlxalq hüquqa tamamilə zidd olan, Qərbin özünün təbliğ etdiyi dəyərlərə və meyarlara kökündən zidd olan ifadələr yer aldı. Bu, Ermənistanla strateji tərəfdaşlıq yox, bu Azərbaycana qarşı olan bir sənəddir. Ona görə ki, Azərbaycan deyirlər bizdə məsələn seçki yoxdur və s. Amma Barakın, ABŞ-ın Türkiyədəki səfiri sırağa gün bir açıqlaması oldu ki, şərqdə ağıllı monarxiyalar ağılsız demokratiyalardan daha üstündür. Bizim qarşımızda ağılsız psevdodemokratiya var. Bu demokratiya deyil. Ermənistan sürətlə livanlaşır. Çox partiya olmaq, miting azadlığı, sərbəst toplaşmaq azadlığı, söz azadlığı bu hələ demokratiya deyil. Dünyanın ən azad seçkilərinin keçirildiyi iki ölkə var. Biri Sierra Leone'dir, biri Liberiyadır. Amma bu o demək deyil ki, bu ölkələr inkişaf ediblər. Amma elə ölkələr var, heç konstitusiyası belə yoxdur. Heç qanunlar, presidentlər əsasında işləyir. Azərbaycan Cənubi Qafqazda reallıq presidentlər yaradır. Paşinyan isə yalan, iftira və siyasi oyunbazlıq presidenti yaradıb gözümüzün qabağında. Amma indi biz nə desək də, necə bu məsələlərə yanaşsaq da, hələ ki Paşinyan sükan arxasında oturub, özünü çox əminliklə ifadə eləyir. Digər tərəfdən də göstərir ki, bəli, bu evin yiyəsi mənəm.
Mən Rasim müəllim bir məsələyə istəyirəm siz münasibət bildirəsiniz. Çünki Paşinyan çox Avropa inteqrasiyasından danışdı. Parlament səviyyəsində bunlar qərar qəbul etdilər. Ölkələrinin prezidenti onu təmtəraqla imzaladı. Göndərdilər Brüsselə. Brüsselin bir səsi də çıxmadı, bir reaksiya da vermədi. Yəni sıradan bir hadisə kimi qarşıladılar. Amma o səsin, küyün fonunda axır əgər bu Rusiyaya qarşıdırsa, necə olur ki, Rusiya ilə həm ticari əlaqələr qüvvəsini saxlayıb. Digər tərəfdən Paşinyan heç gizlətmir ki, Avrasiya məkanında vardı, bu mövcuddur. Və buna, bu eklektik bir yanaşma kimi baxmaq düzgündür yoxsa yox? Yəni mən Qərbə vəd verirəm, amma əsas tətbiqi sahədə mənim işlərim elə köhnə bazarlarla bağlıdır. Elədir. Yəni bu çalışır hər yerdən, əli çatdığı yerdən hər şeyi daşımağa. Özünün deyirlər iqtisadi artım. Bilirsən Ermənistanın ən böyük iqtisadi sahəsi nədir? Oyun adı nədir? İndustriyası. 12 milyard dollarlıq orada dövriyə var. Onun real Ermənistan büdcəsinə 100 milyon dollar təkcə onun töhfəsi var. Ancaq şişirdir onun bütün o. Dövriyə böyükdür. Ancaq reallıqda bir fikir vergilər. Cənab Prezident gedir, hansısa bir böyük aeroport, tunel, dəmir yolu, hansı bir böyük müəssisələrin açılışında iştirak edir. Bu gedir bir məktəbin təmiri ilə bağlı onu yəni orada iştirak edir. Yəni 3 kilometrlik İnformasiya boşluğunu belə doldururlar. Yox da, yəni ortalığa çıxarmaq üçün bir dənə də onun indi 18-ci ildən 8 ildir bu hakimiyyətdədir. Bir dənə hansısa bir gözə çarpan bir müəssisə tikilsin Ermənistanda. Bir şey olsun. Heç nə. Rasim müəllim, o nə ilə tiksin? Şimdi pullar Yox gəlir. daxı. Yox. İndi Yox, təxminən mədən industriyası gələndə işləyir, Yox. qızıl satırlar. Yox, Bax, var. olur. O gedir bir yerə, o bir bir yerlərə şey, gedir. yəni ona görə bazarlara çıxışları yoxdur. Çıxışları yoxdur. Kommunikasiyaları bağlıdır və bu məsələlər öz həllini tapmayınca onlar o dalandan çıxmaq imkanında deyillər. Ancaq onu da deyirlər, yəni Ermənistan mütəxəssisləri deyirlər ki, bax bu hazırladığı və indi Avropa tərəfindən təqdim olunmuş sənəd limitdir. Yəni Ermənistan Avrasiya İttifaqından, yəni Rusiya ilə birgə olan o iqtisadi Avrasiya birliyindən çıxmadıqca onun Avropa Birliyində irəliləmək daha imkanları yoxdur. Bu onlar limitdir. hə dedilər, amma ortada bir şey yox. Mümkün deyil və onda seçim qarşısında olacaq. Ancaq bir konkret məsələ həll eləyir indi. Seçkidir. Paşinyan anlayır ki, bu hakimiyyəti itirsə, nəinki azadlığı ilə vidalaşacaq, bəlkə həyatı ilə də vidalaşmalı olacaq. O qədər əli çatan yerlərdə, hər yerdə, bəli. Hadi biz yada salsaq ki, Ermənistanda terror ənənəsi çox güclüdür. Ona görə o hər şeydən istifadə edir ki, hakimiyyəti itirməsin. O da baxın, təxminən seçkini bu 600 min səslə udub. Parlamentdə demək olur ki, az qala konstitusiyon çoxluğu təmin etmişdi, 600 min səslə. Və o seçkilərə təxminən 1 milyon 100 mindən çox gəlmir, yəni seçkilərin 51-52% gəlir elə bil ki. İndi baxın, yəni özün dedin ki, əksər əhalisi bezib, nə Paşinyanı istəyir, nə də Kaçiryanı, onun rəqiblər seçkiyə getmək niyyətində deyirlər. Axı onlar öyrəşiblər, pul alıb seçkiyə gedib səs verməyə. Və onun rəqibləri 100 dollardan ora bir 200 min adam dartıb gətirdiyi halda seçkini uda bilər. 200-300 min. 100 dollardan bu üstə heç 30 milyon dollar eləmir. Rasim müəllim, əsas səs verən deyil, əsas sayandır. Yox, söhbət bu da var. Ancaq orada indi şəbəkə, bütün Moldovada bunu etmək istəyirdilər. Şəbəkə də yaratmışdılar və bunu çalışırdılar pulla seçkiləri gətirib və Maya Sandının əleydarlarına etməyə. Pozdu bunu. Yox, necə pozdu? Çünki Maya Sandının xeyrinə səs verənlər xaricdən verirlər. Bilirəm də, verdilər. təşkil olundu və bunu etdilər. Ermənistanda bunlar, yəni şəbəkə yarada bilmirlər. Şəbəkə kimi daha çox kilsəni istifadə etmək istəyirlər. Onun ki, kilsənin demək olur ki, hər bir kənddə keşişi var və ümumiyyətlə kilsənin nümayəndəsi öyrənib də harasa bir köməklik etməyə, pay verməyə, ona görə kilsəni də bugünə salır və kimlər pul verə bilər, onların da boğazlarından yapışır. Amma gəlin burada razılaşaq ki, faktiki olaraq Ermənistanda və onların ümumiyyətlə cəmiyyətində kilsənin həmişə xüsusi rolu da olub, yeri də olub.
amma buna da həm də qətiyyət və cəsarət lazım idi ki, kilsəyə doğru getsin. Bu adam bunu elədi, getdi qorxmadan. Baxaq nəticəsinə. İndi siz bilən, yəni bax kilsə ilə bağlı bu qarşıdurma bu yaxınlarda bitə biləcək, seçkilərə qədər bitəcək yoxsa yox? Hər halda bu demək olar ki, qabağa gedir. İndi 4 dənə yüksək rütbəli keşişi salıb içəri arxiyepiskopları və açıq şəkildə deyir ki, mən onu katolikos kimi tanımıram. Ancaq bir şeyi deyəsən bu səhv salar. Bu deyir ki, kilsə Ermənistan dövlətinə tabe olmalıdır. Ancaq yadından çıxardır ki, Ermənistan dövlətində ümumi dünyada olan ermənilərin heç 1/3 də yaşamır. Və bu baxımdan erməni kilsəsinin 4 kilsəsi var olan. 4 ancaq kilsəsi, əsas bəli. budur da, onun təsir dairəsi Ermənistandan qat-qat böyükdür. Nə dərəcədə bu məsələni həll edəcək? Onu demək çətindir. Ancaq hər bir halda Ermənistanda olan indiki o katolikosu demək olar ki, onsuz da sən deyən bir böyük nüfuzu yox idi. Onu oyundan kənar vəziyyətə salıb, əməlli başda oyundan Bəli. kənar vəziyyətə salıb və onun səsi də işləyir. İndi baxın, mənə elə gəlir ki, onu lap kənarlaşdırmasa belə, kilsəni daxili demək olar ki, boğuşmaya, elə bil ki, sövq etməklə onları siyasi proseslərdən elə bil ki, kənara atmaq kənarlaşdırır istəyir. da. Amma Rasim yəqin ki, Paşinyanın özünün kilsə dairələrində də güvəndiyi adamlar var, 12 personalar nəfər var. gəlmişdi də yanına. O Bəli. kilsənin yepiskopları. Yəni onu bu nəzərdə tutmadan elə Tutur. bir cəsarətli addımlar ata Tutur bilməzdi. və- Deməli, özünün variantları var, özünün alternativ fiqurları var və lazımi məqamda onlara da stavka olunacaq. Hər halda kilsəni istəyir siyasi proseslərdən Uzaqlaşdırsın. daha çox daxili didişməyə sövq etsin. İndi əlbəttə ki, bax sizin arqumentləriniz çox tutarlıdır, əsası var və burada faktiki olaraq Paşinyanı bir şeydə dəstəkləmək mənə elə gəlir ermənilər tərəfindən. İstir xaricdə yaşayan, istir daxildə olanlar. Bir şeydə dəstəkləmək, onlar hamısı gərək bu məsələyə diqqətlə yanaşsınlar. Demirlər ki, bizim identikliyimizin 3 dənə sütunu var. Biri dövlətdir, biri kilsədir, biri diaspordur. Elə bunların bədbəxtçiliyi oradadır ki, sükan bir dənədir. O sükanın uğrunda bunlar üçü də davadalaşırlar, vuruşurlar. Mən üzr istəyirəm, kilsə məsələsinə gəlmək istəyərdim. Çox yəqin ki, bu mənim subyektiv fikrimdir. Paşinyan 1911-ci ilin avqustun 23-də Ermənistan Qırqaryan kilsəsinin, yəni Apostol kilsəsinin 4-cü sinodunda, ona Bizans sinodu da deyirlər, qəbul edilmiş qərardan istifadə edəcək. Ona Surp Hayos Haşxanüçünü deyirlər o qərara. O qərar nədən ibarətdir? Erməni katolikos 11-ci ildən sonra o vaxtlar 18-ci ilə qədər seçimlər 3 katolikos var idi. 18-ci ildən sonra 2 nəfər idi. Sovet İttifaqının vaxtında ancaq 1 nəfər idi. Sinodda 76 nəfər səs verir, kollegiya üzvü və dövləti təmsil edən 4 nəfər də səs verməyə qatılır. Və 80 nəfərin total səs çoxluğu yetər sayı ilə katolikos seçilir. Amma 11-ci ilin Surp Hayos Haşxanüçün adlanan sənədə görə dövlətin təhlükəsizliyini və millətin təhlükəsizliyini təmin etmək üçün, yəni fəlakət anında dövlətin və xalqın lideri öz namizədini irəli sürə bilər. Buna Tigran qanunu deyirlər. O vaxtları Amazas və Tigran arasında Parslar dövründə qarşıdurma olanda Pəhləvi xanədanından. Bu tətbiq edilmişdi. 11-ci ildə bunu istat gətirirlər. Tigran dövründə axı xristian deyildi Ermənistan. Tigran, o birinci Tigran yox, Trdatın vaxtındakı Tigran, 976-cı ildə. Tigran yox, Trdat və Tigran arasında qarşıdurma vardı, onların arasında. Siz birinci Tigrandan danışırsınız. İkinci o da ikinci idi. O üçüncü Tigran. Dərsək dərində Neysə. geçsəyələr hamısı mifdir. Bu şoğarı Tigranların sahibi Sahibi nə deyirsən deyir, Tigran miliki. Yəni Parfen dövründə Yox, xristian yox, deyildi. təbii ki. Mən 976-cı ildən bəhs edirəm sizə. Trdat və Tigran arasında olan qarşıdurmadan. Və Paşinyan çox yəqin ki, 100% bundan istifadə edəcək və 12 yepiskopun dəvət edilməsi də o rəqəmin seçilməsi Təsadüfi deyil, əlbəttə. 12 həvariyun niqabınla onlar gətirmişdi və çox yəqin ki, seçkilərə qədər kilsə ilə qarşıdurma davam edəcək. Çünki ABŞ-dakı erməni kilsəsi var, Türkiyədəki erməni Kilikiya kilsəsi var, Rusiyadakı var, Qudsda yox, o Kilikiyada. O balacadır, Yox, Kilikiyadakı Quds Kilikiyadan ayrıdır.
təşkilatı olaraq ora daxil. Daxil, Dini amma baxımdan, onların da səsi var. Katexizis baxımından ayrıdır. Razıyam sizdən. Aramdır, nədir o? Livanda Hə, oturur. bəli. Hə. Livanda oturan o Kilikiyadır. Hə, Birinci bəli. aram. Birinci Amma aram. Bəli, ona da baxır. Seçkilərə qədər Yerusalim. ermənilər özləri indi bizə həsədlə baxırlar ki, biz onların dillərini nə qədər yaxşı bilirik. Onların hətta gizlinlərini bilirik. Bəli. Ona görə mən düşünmürəm ki, seçkilərə qədər bu kilsə ilə məsələ başa olsun. çatsın. Bəli. Samir müəllim, hər halda bayaqları mən o fikrimi davam etdirmək istəyirəm ki, indi real Ermənistanın yaranması istiqamətində az-çox ciddi bir qüvvə Paşinyan və onun komandasıdır. Bəli. Əslində o sözün düzündür. Bəli, riyakarlığı da var, yalançılığı da var, sonra vəd verməsi də var. Hər şey aydındır. Amma bu adam əlbəttə ki, erməni xisləti var manevr yəni. qabiliyyətinə həm malik olmalıdır. Digər tərəfdən də öz yerini bərkitməlidir və bunun əsas şüarı nə idi bu yaxınlar qədər? Və o şüar elə qüvvəsini saxlayır. Yəni biz mifik Ermənistandan uzaqlaşaraq real Ermənistanı. Bax bu istiqamətdə vəziyyəti necə dəyərləndirmək olar? Elə bax bu bugünkü hadisələrlə bağlı, sonra gələcək bəlkə elə repressiyalarla bağlı. Bu da aydındır ki, yəni Avropa həqiqətən də Ermənistanı özü üçün bir savaş arenası kimi qarşılayır ki, orada biz Rusiyanın ələyağını yığışdırmalıyıq, İran ələyağını yığışdırmalıyıq. Ermənistan bizim üçün lazımdır. Hələ ki, onu bir növ dondurub, bu vəziyyətdə saxlamaq qərbə əl verir. Onun üçün əlverişlidir. Amma real Ermənistan istiqamətində bir hərəkəti necə dəyərləndirirsiniz? Tofiq müəllim, real Ermənistan amili Paşinyan dilindən çıxsa da, bunun Avropa ilə elə bir ciddi təsiri yoxdur. Çünki Avropa üçün məsələ orada şəxslərə nəzərdə Mən bunu Avropa ilə əlaqəli soruşmuram. Yəni sadəcə Paşinyanın əgər əsas ümdə məsələsi bu Paşinyana həqiqətən də maraqlıdır. dövlətin idarə olunmasında bir əlin mövcud olmasını əgər bu bir məqsəd kimi görürsə, onu bacarır yoxsa yox, bacaracaq yoxsa yox? Məsələ burasındadır ki, əgər Avropanı deyəmərəm, amma Amerika Birləşmiş Ştatlarından dəstək ala bilsə ki, onu hakimiyyətə saxlamaq üçün Paşinyan arzularına çatmaq istəyər. Çatmaq istəyər, amma bugün reallığı da nəzərə alaq ki, Rusiya Ukraynada başı qarışdığı üçün hələ ki Ermənistanla çox da ciddi maraqlanmır. Bunu da unutmaq olmaz. Necə maraqlanmır? Emisarların göndərir. O Rasim müəllim, o ona görə ki, hələ biz var. Karapetyan milyarderi göndərir. Rasim müəllim, məsələ o deyil. Üzr istəyirəm, birinci prezident Levon Ter-Petrosyan səfir Kapırkinlə görüşür. Bəli. Yox, Rusiyanın orada aydın məzəki şəbəkəsi var. Məqsədim nədir? Bunu deməkdə. Yəni ki, biri var total şəkildə artıq baskı ilə Paşinyan üzərində. Bir də var ki, sadəcə o elçiləri göndərməklə Paşinyana mesaj ötürmək istəyir ki, yəni bizim diqqətimiz var ha burada. Bu mesajı ötürür hələ ki. O mesajı ötürmək lazım deyil. Çünki Rusiyanın kifayət qədər orada həm agentləri Yəni, var, casusları var, şəbəkəsi var. Biraz o Paşinyan ki, qızışır, özüm müstəqil olacam falan. Bu cür Yox, o atmosferə düşəndə ritorika eləyir. dalğası bilirsiniz. Mən üzr istəyirəm. Bəli. O ritorika dalğası həmişə sadəlif insanlara nəzərdə tutulur. Təbii də, yəni bu da yəni əslində... kütlə üçündür də o, axlokratiya üçündür. Bəli, Amma bəli. əslində siyasi elitalardır, qüvvələrdir, Aydın az məsələ, çox onlar tanınmış bilirlər. şəxslərdir və s. Onlara o aidiyyatı yoxdur. Qaldı ki, real Ermənistan məsələsinə gələndə, real Ermənistan məsələsi Paşinyanın düzdür, dilinə gətirir, amma hələ tam da onu istəyirmi ürəkdən, bu biraz sual altındadır. Yəni, buna da hələ tam inanmaq olmur, amma hər halda dilinə gətirir, yəni. Hesab edirəm ki, əgər Paşinyana dəstək olmasa, yəni iqtisadi baxımdan, bir siyasi baxımdan, bir də təbii ki, təhlükəsizlik məsələsi. Onun özünün həyatı ilə bağlı və hətta bir təhlükəsizliyi ilə bağlı məsələdir. Əgər olmasa bu imkanlar, Paşinyanın o real Ermənistan istəyi reallaşa bilərmi, onun özü biraz müəmmalı olaraq qalır. Açıqcası. Düzdür, Paşinyan göstərir bunu. O da niyə göstərir? Çünki Qərbin tam olaraq hər bir ölkəsi deyil. Ümumiyyətlə Qərb təsisatları deyil, amma içərisindən bəziləri bu regionda öz maraqları var. Xüsusilə də regionla bağlı. Əslində təkcə Ermənistanla bağlı deyil. O Cənubi Qafqaz, Orta Asiya ta Çinə qədər uzanan bilirsiniz ki, Pekin, London bir kəmər bir yol xətti var və bunda maraqlı olan güclər var. Onların da əslində bu Cənubi Qafqazda bir düyün istəmədiyini biz görürük. Ona görə də real Ermənistan məsələsinə Paşinyana az da olsa dəstəkləyən qüvvələr varsa orada, az da olsa, onlar müəyyən bir dəstək verə bilər. Amma bu iş kənardan gələcək dəstəklə həll olunacaq məsələ deyil.
həm də Paşinyan içəridə bu işi dizayn etməlidir. Onu eləyə biləcəkmi? Bax bu Paşinyan artıq iradəsindən asılıdır. Nə Aydındır. dərəcədə bacaracaq? Bu Bizim sual altındadır çox hələ. az vaxtımız qalır sona. Mən istəyirəm bir məsələyə siz qısa bir formada, lakonik formada münasibət bildirəsiniz. 2 dəqiqəmiz qalır, bax mənə artıq deyildi. Azərbaycan amili və Zəngəzur dəhlizinin təsirləri bu vəziyyətə necə ola biləcək? Yəni Müsbətdir. Ermənistana. Müsbətdir. Ona görə ki, indi o real Ermənistan, bunlar hamısı sözdür və demək olar ki, Ermənistanda o ideoloji hansı bir məsələlər o dərəcədə də işləmir. İnsanlardır. Yəni Paşinyanın reytinqi aşağı düşüb, ancaq Koçaryana da nifrət Paşinyandan Ondan çox üstələyir, onu üstələyir. Ona görə insan Sarkisyan'a da eyni Bəli. tərzdə. Əsas burada indi Paşinyan sülh, yəni bayrağı altında gedir. İkincisi isə qonşularla münasibətləri düzəldərək kommunikasiyalar açılması və Avropadan maliyyə dəstəyi ilə yanaşı viza rejiminin sadələşdirilməsi və bu ona düşünürəm ki, seçkilərdə kifayət qədər ciddi üstünlük verə dəstək bilər. qazanmağa imkan Elçin bəy, buyurun qısaca zəhmət olun. Çox qısa desəm, Paşinyan viza rejimini yumşalda bilsə, amma yumşaldacaq, ən azı 3 aylıq sadələşdirilmiş viza rejim keçəcək, ermənilər ona hər şeyi bağışlayacaqlar. Hətta Anna Kopyanla qeyri-rəsmi nikahı yaşamasında. Üzr istəmirəm, bəs Azərbaycanla barışığı necə? Azərbaycanla barışı mütləq şəkildə olacaq, o Paşinyandan asılı məsələ deyil. Yox, aydındır. Onu istəyəcəkmi? O ondan İctimai asılı qüvvələr. məsələdir. İstəsə də, istəməsə də sülh müqaviləsi imzalanacaq. Azərbaycanla barışıq olmadan Ermənistanın bundan sonraki idarə etmə mexanizminin, dövlətçilik təfəkkürünün olacağı anlayışı mövcud deyil. Yəni bu iş Zəngəzur dəhlizi, Azərbaycanla sülh müqaviləsi və Azərbaycanın təsirini qəbul etməkdədir keçir. Aydındır. Çox sağ olun, hörmətli qonaqlar. Əlbəttə ki, real Ermənistanın qurulması vacib məsələdir ermənilərin özü üçün, daxildə yaşayan vətəndaşları üçün. Amma hələ ki, bütün proseslər real yox, irreal tərzdə davam edir və bu gedişat da hələ ki, sabitliyi vəd etmir. Çünki dediyimiz kimi verilişin əvvəlində də biz dedik, sonra Elçin müəllim də burada buyurdu ki, artıq yorğunluq, ətalət hissi orada baş alıb gedir. Və yəqin ki, siyasi elita bunu mütləq şəkildə nəzərə almalıdır və seçim də onun tərəfindən reallaşacaq. Günlük bu qədər. Çox sağ olun, hörmətli tamaşaçılar. Diqqətinizə görə və efirdə görüşənədək biz sağ olun. Salamat qalın.